ən çox sevdiyim bəhrlərdən biri də Münsəriflə Səri bəhridir. Bu bəhrdə Mirzə Ələkbər Sabir satiralarını yazıb. Qəzəllərimi əruz vəzninin ən böyük bəhrləri olan Həzəc, Rəməl bəhrlərinin növlərində yazmışam. Dedim ey can, məni eşq əhli hesab etmək olar. Dedi əlbəttə bu halətlə səvab etmək olar. Dedim hər dərdi bəla eşqə əlamətdir məgər. Dedi bir dərdi cünun dərdi kitab etmək olar. Dedim hər gah yetə bilmirsə vüsal onda necə? Dedi vəsl ilə əsl eşqi sərab etmək olar. Dedim hicran axı çox mülkü könül viran edir. Dedi yox zərrəcə qorxu, hələ tab etmək olar. Dedim eşqin mərəzin, aşıqa Rəbbimdir verən. Dedi bax, çarə üçün Rəbbə xitab etmək olar. Dedim ah meydanımın səyyahı ah dağı görüb. Dedi ah var buludun xeyli niqab etmək olar. Dedim ahmaq camalın qəddini əymir, şax edir. Dedi əhsən, bu ahı şah da hesab etmək olar. Burada bir söz oynatmışam. Qəddini şax edir, şax edir. Amma bu yanda deyirəm ki, bu ahı ahların şahı da hesab eləmək olar. Sonra orada mənim bir dənə bir beytim var, onu mən şah beyt hesab edirəm. Dedi ah meydanımın səyyahı ah dağı görüb. Mənim ahımın meydanı o qədər böyükdür ki, səyyahı ah dağı görüb. Dedi ah var, buludun xeyli niqab etmək olar. Yəni sən nə danışırsan? Elə ah var ki, onun buludu ilə onu niqab edib onların üstünü örtmək olar.